Mən niyə görə onun haqqında danışıram? Və əslində Ramiz Mehdiyev aparat rəhbərliyinə gedəndən sonra sadəcə olaraq belə deyək də, hamı onun haqqında danışmağa başlamışdı. Kim danışmırdı? Hamı danışırdı. Yəni o artıq praktik olaraq səhnədən getmiş və müvəqqəti olaraq bir yerdə duruş gətirmişdi akademiyada. Oradan da gedəcəkdi, bu da bəlli idi. Artıq onun belə deyək də, kitabı bağlanmışdı, qələmi sınmışdı deyək, nə deyək, yəni bu bəlli idi. Mən məsələn, o 19-cu ildən sonra bir dəfə də danışmadım. Bax, onun mənim başıma gətirdiyi bu olayları, mənə qarşı etdiyi bu pisliklər barəsində bir dəfə danışmadım. Halbuki danışa bilərdim. Amma indi ondan görə danışıram ki, bu adam, baxın, görün, bu adam mənim dövlətimə, mənim vətənimə qarşı hansı bir xəyanətkar mövqedə dayanıbdır. 87 yaşında bu adam dövlət çevriş etmək istəyirmiş. 87 yaşında. Bu, məsələn, mən də əvvəldə bir şey unutdum deyim sizə. O vaxt məni bir neçə dəfələrlə təzə demək, mən ünsiyyət quranda çağırırdı. Sanki mən başa düşürdüm ki, bu istəyir ki, mən bunun yanında dayanım, bunun bir adamı kimi, bir statusda olum. Mən başa sardım ki, yox, bu mümkün deyil. Yəni, mən Heydər Əliyevin naziriyəm. Məni bu vəzifə o təyin edirdi. Neçə dəfə, 2-3 dəfə cəhdləri oldu. Mən ağsaqqalam, sən mənim sözümə bax, sözümə bax. Hətta özünün telefonunu, birbaşa telefonunu gətirib qoymuşdu mənim stolumun üstünə. Bax, nazirin stolunun üzərində, heç bunu mən indi yadıma düşdü deyirəm sizə. Nazirin masasının üzərində prezidentin, baş nazirin, o vaxtları Ali Sovetin sədri, ikinci Milli Məclisin sədri, ikinci adamıdır konstitusiyaya. Bir də onun telefonları ola bilərdi. Bu özünün telefonunu, birbaşa telefonunu gətirib qoymuşdu mənim masamın üstünə. Sənin 56-da 2 dənə hökumət telefonu var, onunla mənə zəng eləyə bilməzsən, birbaşa öz telefonunu çəkib qoymuşdu mənim stolumun üstünə. Ki, yəni birbaşa mənlə danışsın, indi hərdən zəng eləyəndə o telefonla zəng eləyirdi mənə. Yəni, bütün bu gedişlərə rəğmən, təbii ki, mən onun yanında dayana bilməzdim, mənim həyat fəlsəfəm, baxışlarım tamam fərqlidir. Mən o yolu mənə vermiş adamın haqqını Ramiz Mehdiyev ya 100 dənə, 1000 dənə Ramiz Mehdiyev olsun, ona verməzdim, mümkün deyildi. Bu mənim həyat fəlsəfəmə, mənim baxışlarıma, həyata baxışlarıma zid bir şey olardı. Ona görə, bax, ondan sonra bax, bu hadisələr baş verdi. Əvvəldə bu baş vermişdi. Ondan sonra bax, bu hadisələr baş verdi. Nəhayətində biz o ailə büdcəsi ilə maraqlananda biz artıq praktik olaraq yollarımız təmiz ayrıldı və düşmənçiliyə çevrildi. Və dediyim kimi də işdən gedəndə yenə bir zərbə vurmaq istədi mənə və ondan sonra da parlament seçkilərinə hər dəfə qarşımızı kəsdi, aldı. Yəni, biz necədir? Bugün onun etdiyi əməllər təbii ki, o məni sarsıtdı. Təbii ki, o 87 yaşında özü prezident olmaq istəmir, yəni hakimiyyətə gəlmək istəmir. Onun ciddi komandası var. Bax, əsas sual heç şübhə etməyin ki, onun çox ciddi komandası var və burada bir yerdə bir dənə bir haşiyə çıxıram. 94-cü ildə biz Ulu Öndərin rəhbərliyi altında Moskvaya səfərə getmişdik. Yəni, dövlət rəsmi nümayəndə heyətinin səfərinə getmişdik. Surət Hüseynov baş naziridir. Surət Hüseynov baş naziri. Və təsəvvürə gətirin ki, demək ki, o görüşlərdə indi o da iştirak edirdi. Orada sadəcə çay verirdilər, çay içmirdi. Su süzürdülər, su içmirdi. Surət Hüseynov. Hə, Surət Hüseynov. Sanki qorxurdu ki, bunu kimsə zəhərləyəcək burada. Suyu alırdı, özü açırdı. Yəni, butulkada suyu alıb, özü açırdı, özü içirdi. Yəni, bu qədər özünü qoruyurdu, amma bilmirəm, ikinci gündür bir yerdə bir tədbirdə yadından çıxıb papkası qalmışdı stolun üstlərində. O papkasını prezident aparatının əməkdaşlarından biri götürdü. Bu papkanın içindən birisindən çıxdı. Hakimiyyətə gəlirkən kimləri hansı vəzifəyə qoyacaq? Aha. Böyük bir siyahı çıxdı onun içərisində. Təbii ki, o siyahını həmən şəklini orada çəkdilər və onun papkasını qaytarıb qoydular yerinə. Və indi orada kimlər vardısa, onların təbii ki, onları o vaxt Ulu Öndər bilirdi, o kimləri o siyahıda önə çəkirdi. O adamların bəzilərinin sonraki taleyini biz hamımız illər boyu gördük. Yəni, onlar sürətlə əlbirdilər. Bir gün Ramiz Mehdiyevin də elə bir siyahısını biz ortaya çıxacağını gözləyirik və bu siyahı var. Heç şübhə etməyin ki, bu siyahı var
və APA-nın yaydığı məlumat da sıradan bir məlumat deyil. Bəli, şübhəsiz. APA yaydığı Və bu sadə mövzu deyil. rəsmi məlumatlar kimi qəbul edilməlidir və deməli bu siyahı artıq olduğu təsdiqlənir, təsbitlənir və istintaqın gedişatında biz çox şeylərin şahidi olacağıq. Biz bu bağları, Rusiyanın buradakı bağlarını, indi bunu deyirlər Putin veribdir bizim prezidentimizə düşənbədə. Ola bilsin ki, təhlükəsizlik xidmətləri ötürüblər bunu aidiyyəti qaydada bizim təhlükəsizlik xidmətlərimizə. Heç Putin verməyib bunu. Deyib, tapşırıb, razılıq verib, belə ötürüblər. Bilmirəm, o detallar bizim üçün o qədər əhəmiyyət kəsb edir. Əsas odur ki, fakt ortadadır ki, bu var. Bu var. Və bu ortaya çıxacaqdır. Bunun hamısı ortaya çıxmalıdır. Bu hakimiyyətin çörəyini yeyənlərin hamısının çox üzr istəyirəm sizdən də, tamaşaçılarımızdan da burnundan gətirilməlidir. Sən bu hakimiyyətin çörəyini yeyib, bu hakimiyyətin ayağının altını qazırsan Ramiz Mehdiyev kimi bir köstəbəklə. Yəni bunu düşünmürsünüz ki, bu cida çuvalda gizlənməz, bunun bir gün üstü açılacaq və siz paramparça olacaqsınız. Bu gün onlar artıq paramparça olmaq ərəfəsindədirlər və eşitdiyim qədər Ramiz Mehdiyevdən tapşırıq alıblar ki, təcil nəyiniz varsa hamısını satın, çıxın aradan. Aha. Bəli. Artıq notariuslara bizdə olan məlumata görə göstəriş verilib ki, bu adamların, bu qəbil insanların yəqin ki, təbii ki, siyahılar verilibdir. Alqı-satqı əməliyyatlarını dayandırın. Bunlar artıq oğurladıqlarını, taladıqlarını dövlətdən gizlətmək istəyirlər. Siyahıya baxdığınız Ramiz Mehdiyevin nələr var? Bitirmir ki. Bitmir. Bir nəfəsə oxumaq mümkün deyil. Mümkün deyil. Mümkün deyil. Yəni, onun bir kürəkəni vardı. Mən qapıdan qovalayırdım, Maliyyə Nazirliyi işləyəndə, pəncərədən girirdi içəriyə. Hər işlə məşğuldur, hər yerə mal, məhsul verib pullarını almaq istəyirdi. Təbii ki, mənim mövqüm sərtdir. Mən lazım gələndə ulu öndərə də yox deyirdim, pul yoxdur. O kimidir ki, deyək ki, gəlsin orada hansısa bir məsələ həll etsin. Amma bunu edirdilər, bu işləri görürdülər. Bunlar nə qədər sahibkarların əlindən bizneslərini alıblar. Yalandan gəlib bunların biznesinə 50%, 70% şərik olublar. Sahibkarlığa bir böyük damğanı vuranlardan, zərbəni vuranlardan bir də bunlardılar. Ramiz Mehdiyev və onun əsabələri.